Finansiy jurnalın bu dəfəki qonağı ICFM member RSM Azərbaycan MMC-nin baş mühasibi Gönçə Zeynalovadır. Bu müsahibədə kriptovalyutaların mahiyyəti və xüsusiyyətləri, maliyyə uçotunun tətbiqi, eləcə də bu aktivlərin mövcud riskləri barədə mütəxəssis yanaşması ilə tanış ola bilərsiniz. Gönçə xanım, salam. Salam. Sizi Finansistin 3 sual 3 cavab rubrikasında xoş gördük. Bu günlər fikrimcə izləyicilər üçün də maraqlı bir mövzu olacaq. Ona görə birbaşa suallara keçmək istərdim. Birinci sualımız, kriptovalyuta nədir və onun xüsusiyyətləri? Kriptovalyuta, kriptoqrafiya texnologiyasının əsasında təhlükəsiz şəkildə mübadilə edilən rəqəmsal valyutadır. Bu valyutalar mərkəzləşdirilmiş struktura malikdir və yəni onlar heç bir mərkəzi orqan tərəfindən tənzimlənmir, nəzarət olunmur. Kriptovalyutalar blockchain texnologiyası əsasında fəaliyyət göstərir ki, bu da etibarlı, şəffaf olmasını təmin edir. Blockchain məlumatların blok şəklində şifrələnməsi və bu şifrələrin isə zəncirvari şəkildə birləşdirildiyi qeyd edilən bir sistemdir. Kriptovalyutaların bir sıra xüsusiyyətləri var. Onun əsas xüsusiyyətindən danışdıq, mərkəzləşdirilmiş, yəni blockchain adlanan paylanmış şəbəkədə saxlanır. Bundan əlavə kriptovalyutalarda təhlükəsizlik xüsusiyyəti var ki, bu da onun saxtakarlıq riskini azaldır. Həmçinin istifadəçilərin anonimliyi qorunur. Yalnız cüzdan ünvanları göstərilir. Bundan əlavə kriptovalyutalar sərhədsizdir. Dünyanın istənilən nöqtəsində saniyələr içərisində göndərmək mümkündür. Və ən əsas xüsusiyyəti isə kriptovalyutaların qısa zaman ərzində kəskin qiymət fərqinin dəyişməsidir. Fikrimcə ikinci sual daha çox bizim izləyicilərimiz üçün maraqlı olacaq. Əsas məsələ kriptovalyuta maliyyə uçotunda necə uçot almaq lazımdır? Kriptovalyuta pul vəsaiti və ya pul ekvivalenti sayılmır. IFRS-ə əsasən kriptovalyutalar qeyri-maddi aktiv və ya mal ehtiyatı kimi uçota alınır. Bu şirkətin kriptovalyutanı hansı məqsədlə saxlamasından asılıdır. Əgər şirkət onu satış məqsədi ilə, ticarət məqsədi ilə əldə edibsə, bu zaman mal ehtiyatı kimi uçota alır. Yox, əgər investisiya kimi saxlayırsa, bu zaman qeyri-maddi aktivlər bölməsində göstərir. Şirkət kriptovalyuta əldə edibsə, bu zaman ona ödənilən dəyər ilə, alış dəyəri ilə uçota alır. Biz bilirik ki, kriptovalyutaların dəyəri tez-tez dəyişir. Əgər şirkət kriptovalyutanı satış edirsə, bu zaman onun balans dəyərdəki dəyəri silinir. Qalan dəyəri isə gəlir və ya debitor öhdəlik kimi tanınır. Bəs bu kriptovalyutanın riskləri və məhdudiyyətləri sizcə nədən ibarətdir? Kriptovalyutaların dəyəri qısa zaman ərzində kəskin dəyişə bildiyindən bu həm investorlara, həm də maliyyə hesabatlarının sabitliyini tələb edən müəssisələrdə ciddi risk yaradır. Bundan əlavə kriptovalyutalardan əldə edilən gəlirin necə təsnifləşdirilməsi barədə müxtəlif ölkələrdə fərqli qaydada tətbiq olunur. Bu da mühasibat uçotunda və vergi sistemində problem yaradır, çətinlik yaradır. Rəqəmsal cüzdanların oğurlanması, şifrələrin itirilməsi və ya haker hücumu nəticəsində kriptoaktivlərin praktiki cəhətdən bərpası çətindir. İzləyicilərimizə isə demək istərdim ki, kriptovalyutanın qiymətlərinin ani sürətlə artmağına aldanmasınlar. Bu çox riskli instrumentdir və mütəxəssislərlə məsləhətləşməyi çox vacibdir. Və sizə təşəkkür edirəm, minnətdaram. Fikrimcə Finansiy jurnalını izləyənlər, baxanlar üçün də çox faydalı bir mövzu oldu, yeni bir mövzu oldu. Çünki bundan əvvəl heç vaxt kriptovalyuta ilə ağlında danışmamışdıq və belə. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun.